Salamünaleyküm müəllimələr. Bizim bugünkü mövzumuz məktəbəqədər təhsilin məzmunu, məqsədi və vəzifələri olacaq. Bildiyimiz kimi məktəbəqədər təhsil dedikdə, məktəbəqədər yaşlı uşaqlarda formalaşdırılan ilkin, bilik, bacarıq və vərdişlərin formalaşdırılması prosesi və onun nəticəsi nəzərdə tutulur. Həmçinin məktəbəqədər təhsil deyildikdə 1-6 yaş əhatə edir məktəbəqədər təhsil. Məktəbəqədər təhsil bizdən soruşa bilərlər ki, neçənci maddə və neçənci fəsildə əks olunmuşdur. Biz o zaman qeyd edəcəyik ki, məktəbəqədər təhsil 5 fəsil və 25 maddədən ibarətdir. Amma bizdən soruşda ümumilikdə neçənci maddədə əks olunub məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, o zaman biz deyəcəyik ki, 94-cü maddədə öz əksini tapmışdı. Həmçinin bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin edilməsinə məktəbəqədər təhsilin təmin edilməsi sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Yəni, məktəbəqədər təhsil haqqında qanun 94-cü maddənin 1-ci hissəsinin 1-ci bəndində əks olmuşdur. Amma ümumilikdə 5 fəsil və 25 maddədən ibarətdir. Keçdik məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin əsas məqsədinə. Bizdən soruşanda qanunvericiliyin məqsədi, biz o zaman qeyd edəcəyik ki, qanunvericilikdə 3 dənə əsas məqsədimiz qeyd olunmuşdur. Bunlar hansılardır? İndi biz bunlara baxaq. Uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək. Bundan əlavə, məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək. Demək, birincidə bizdən təmin etmək deyildi. Uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək. Amma ikincidə qeyd olunur ki, hüquq və vəzifələrini müəyyən etmək. Daha sonra, məktəbəqədər təhsil sahəsinin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdır. Yəni, bizdən soruşsa, biz qeyd edəcəyik ki, müasir tələblərə uyğun şəkildə qurulmalıdır. Yəni, bir növ didaktik prinsiplərimizdən tələbyönümlülük prinsipinə əsaslanır. Müasir tələblərə uyğunlaşmaq, çevik şəkildə, bundan əlavə müasir yanaşmalardan, metodlardan, təlimlərdən istifadə etməliyik, texnologiyalardan, yəni bu tipli. Dövrün tələbləri ilə biz ayaqlaşmalıyıq müəllimələr. Yəni, bizdən soruşsa Azərbaycan Respublikasının qanunvericiliyinin məqsədi nədir? Biz o zaman qeyd edəcəyik ki, uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək, məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək, məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdan ibarət olacaq. Daha sonra isə müəllimələr, biz keçdik məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə. Bildiyimiz kimi, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin 9 dənə prinsipi var. Gəlin, indi biz bunlara baxaq. Məktəbəqədər təhsil sahəsində bərabər imkanlar yaradılması. Yəni, hər bir uşağa biz bərabər hüquqlu şəxs kimi yanaşmalıyıq. Onlar arasında fərq qoymamalıyıq. Hər bir kəsə qərəzsiz şəkildə yanaşmalıyıq müəllimələr. Bundan əlavə, məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunmasıdır. Yəni, varislik bildik ki, yaş qrupu üzrə sadədən mürəkkəbə doğru təmin etməkdir. Yəni, uşaqları bir növ biz məktəb təliminə hazırlamalıyıq. Məktəbə hazır etməliyik bir növ bu dövrdə. Daha sonra məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili. Yəni, biz burada məktəbəqədər təhsil sahəsində uşaqları vətənpərvərlik, Azərbaycançılıq, bundan əlavə milli bəşəri dəyərlər ruhunda tərbiyə etməliyik. Yalnız öz xalqımıza deyil, digər xalqlara, millətlərə də hörmətlə yanaşmalıyıq. Yəni,
ayrı seçkilik etməməliyik. Hər bir kəsin dininə, dövlətinə hörmətlə yanaşmalıyıq müəllimələr. Daha sonra məktəbəqədər təhsil müəssisələrinin uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi. Biz, yəni hər bir uşağa sağlamlığının qorunmasını təmin etməliyik, onların psixoloji və fiziki inkişafının təmin edilməsində iştirak etməliyik müəllimələr. Bundan əlavə məktəbəqədər təhsilin bu qanuna uyğun olaraq könüllülüyü, yəni məktəbəqədər təhsil bir növ könüllü şəkildə təşkil edilməlidir. Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili, yəni biz SIM uşaqlar qeyd olunur burada. Biz SIM uşaqları üçün, yəni bir növ təhsil imkanları əlçatan olmalıdır. Biz hər bir uşaq üçün müasir metodlardan istifadə etməliyik, amma sağlamlıq imkanları məhdud uşaqlar SIM uşaqlardır. Yəni onların inklüziv təhsilini təşkil etməliyik. İnklüziv təhsil deyildikdə isə müəllimələr, yəni burada hər bir uşağın istər sağlam, istərsə də əlilliyi olan uşaqların birgə, bərabər hüquqlu şəxs kimi təhsilə cəlb olunmasını təmin edir. Yəni onlar arasında ayrı seçkiliyə yol verməməliyik biz. Amma SIM uşaqları üçün də ayrıca qruplar təşkil edilir, ayrıca dərslər təşkil edilir müəllimələr. Daha sonra 5 yaşına çatmış uşaqların məktəbə hazırlığının zəruriliyi. Yəni bizdən soruşsalar məktəbə qədər dövr neçə yaş əhatə edir? Biz o zaman deyəcəyik ki, məktəbə qədər dövr 1-6 yaş əhatə edir. Amma məktəbə hazırlıq neçə yaşlı uşaqlar üçün zəruridir desək, onda 5 yaş deyəcəyik müəllimələr. Daha sonra məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi. Yəni, məktəbəqədər təhsil müəssisələrinin davamlı şəkildə inkişafı təmin edilməlidir. Yeni müəssisələr, bağçalar açılmalıdır ki, hər bir yerdə, yəni hər bir uşağın inkişafı üçün şərait yaradılsın, hər bir uşağın təhsil almaq hüququ təmin edilsin. Daha sonra isə uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi, yəni bildiyimiz kimi şəbəkələr artırılmalı, yeni müəssisələr artırılmalıdır ki, uşaqlar da təhsilə cəlb olunaraq daha da inkişaf edib formalaşsınlar müəllimələr. Yəni bildiyimiz kimi məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin prinsipləri dedikdə, burada məktəbəqədər təhsil sahəsində bərabər imkanların təmin edilməsi, bundan əlavə məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin edilməsi, məktəbəqədər təhsilin milli və dünyəvi təhsilənələri, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili. Bundan əlavə, məktəbəqədər təhsil müəssisəsində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsidir. Yəni, biz bildiyimiz kimi, uşaqların fiziki və psixoloji inkişafını təmin etmək, bu, həmçinin müəllimin bir növ vəzifəsidir. Uşaqların fiziki və psixoloji inkişafının qorunmasına şərait yaratmaq. Həmçinin uşağın hüquqlarında da var ki, biz uşağın bir növ zorakılıq hallarından müdafiə etməliyik, qorumalıyıq bir növ onu. Bundan əlavə, məktəbəqədər təhsilin bu qanuna uyğun olaraq könüllülüyü, sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması, 5 yaşına çatmış uşaqların məktəbə hazırlığının zəruriliyi, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur. Bura kimi aydın oldu müəllimələr. Zəhmət olmasa fikirlərinizi qeyd edərdiniz. Buradasınız müəllimələr. Müəllimələr, bura qədər aydın oldu mu? Qeyd eləyərdiniz də. Nətərsiz mənə? Bəli, çox sağ olun. Yəni, mən tez-tez bura girə bilmirəm, çünki ekran kaydı paylaşıram. Yəni, söz soruşanda zəhmət olmasa cavablayarsınız da. Baş üstə müəllimə, mən çata yazmışdım, elə bildim oradan baxırsınız. Xeyr müəllimə, bir dəqiqə. Sağ olun müəllimə. Siz də sağ olun.
İndi PDF görünür müəllimə. Bəli, görünür mənim. Aha. Daha sonra biz keçdik müəllimələr məktəbəqədər təhsilin məqsədinə. Məktəbəqədər təhsildə bildik ki, 1-6 yaş əhatə edir. Həmçinin müəllimələr, bunu da qeyd edeyim ki, məktəbəqədər təhsil dedikdə təhsilin ilk pilləsi, yəni ilk səviyyədir müəllimələr. Amma məktəbə hazırlıq dedikdə bu artıq səviyyədir də müəllimələr bir növ. Amma məktəbəqədər təhsil pillədir müəllimələr. Bunu qeyd eləyərsiniz. Dedik ki, biz harda qalmışdıq? Məktəbəqədər təhsilin məqsədində qalmışdıq. Demək, məktəbəqədər təhsilin məqsədi dedikdə, əsasən burada məqsəd dedikdə nə başa düşürük müəllimələr? Mənim gələcəkdə məqsədim var da, yəni hər bir insan öz qarşısına müəyyən məqsədlər qoyur ki, mən gələcəkdə bu sahədə özümü daha da təkmilləşdirəcəm, formalaşdıracam, yeni metodlar, yanaşmalar təşkil edəcəm. Həmçinin müasir metodlardan istifadə eləyəcəm və yaxud da ki, ixtisasımı artıracam, yeni pedaqoji yanaşmalarda iştirak eləyəcəm. Yəni, bu tipli bir növ arzularımızı, hisslərimizi, istəklərimizi özündə əks etdirir məqsəd, yəni bizim məqsədimiz. Məktəbəqədər təhsilin vəzifəsi dedikdə isə müəllimələr, biz burada açar söz olaraq gördüyümüz kimi hər bir sözün sonunda asə əsl şəkilçisi qeyd olunub. Buna əsasən biz vəzifəni daha asan şəkildə tapa bilərik. Amma mütləq yəni öyrənmək də vacibdir. Yəni ipucu olaraq belə tapmaq daha rahat ola bilər. Aha, məqsəd dedik ki, bizim gələcəkdə qarşımıza qoyduğumuz bir növ bir arzumuzdur, bir növ öz qarşımıza qoyduğumuz məqsədimizdir. Aha, məktəbəqədər təhsilin məqsədi dedikdə, məktəbəqədər təhsilin məqsədində də 3 əsas məqsədi var müəllimələr. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Yəni, fasiləsiz təhsil sistemini təmin edərək bir növ burada da qeyd olunub ki, təhsilin ilk pilləsidir. Yəni, daha da formalaşdırılır. Hər bir uşağın tələbləri nəzərə alınmalıdır, maraqları nəzərə alınmalıdır. Həmçinin cəmiyyətin və dövlətin maraqları da nəzərə alınmaqla bir növ prioritet fəaliyyət sahəsidir. Daha sonra məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, daha sonra psixoloji dayanıqlığının, sağlamlığının qorunmasına həssas və şüurlu münasibətinin, daha sonra zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşmasının əsası qoyulur. Yəni, bir növ məktəbəqədər təhsilin məqsədində o qeyd olunur ki, biz burada hər bir uşağın maraqlarını, ehtiyaclarını nəzərə almalıyıq, həmçinin dövlətin maraqlarını, tələblərini də nəzərə alaraq dövrlə ayaqlaşmalıyıq və hər bir uşağın şəxsiyyətinin formalaşmasının təməlini qoymalıyıq. Hər bir uşaqda müəyyən əqli, fiziki, yaradıcı cəhətdən, həmçinin onun digər inkişaf səviyyələri əsasında onun bir şəxsiyyət kimi formalaşmasını təmin etməliyik. Bundan əlavə, məktəbəqədər təhsil uşaqların milli, mənəvi və bəşəri dəyərlər ruhunda dövlət maraqları və Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir. Ümumi təhsilə hazırlığını təmin edir. Yəni, məktəbəqədər təhsil uşaqları milli mənəvi dəyərlər ruhunda, ümumi bəşəri dəyərlər ruhunda, Azərbaycançılıq, vətənpərvərlik ruhunda, bir növ dəyərlər ruhunda tərbiyəsini təmin edir. Bildik ki, 3 əsas məqsədimiz oldu. Daha sonra isə məktəbəqədər təhsilin vəzifələrinə gələk, müəllimələr. Məktəbəqədər təhsilin vəzifələrinə isə nələr daxildir? Bildik ki, burada açar söz kimi sonda asə görürüksə, vəzifəni götürəcəyik. Baxaq görək, məktəbəqədər təhsilin vəzifələrində nələr əks olunub, müəllimələr. Hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin edilməsi, yəni biz bilirik ki, hər bir uşaq təhsil almaq hüququ təmin edilməlidir, keyfiyyətli şəkildə təmin edilməlidir. Bundan əlavə uşaq şəxsiyyətinin formalaşması, biz hər bir uşağa bir şəxsiyyət kimi, bir fərd kimi yanaşmalıyıq.
onlar arasında ayrı-seçkilik etməməliyik. Elə uşaq var ki, o müəyyən sahədə zəif cəhətləri var. Elə uşaq da var ki, müsbət cəhətləri də var. Yəni biz uşaqlar arasında ayrı-seçkilik etməməliyik. Zəif olan uşağın bacarıqlarını daha da təkmilləşdirməliyik, daha da genişləndirməliyik. Amma güclü bir növ belə deyək də, güclü uşağı da onlardan ayırmamalıyıq ki, bu bilir də. Yəni hər bir uşağa fərd kimi yanaşmalıyıq, onun şəxsiyyətinə hörmətlə yanaşmalıyıq. Daha sonra isə müəllimələr gəlir, özünə, ailəsinə, vətənə, məhəbbət, millətinə, dilinə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etməsi. Yəni biz bilirik ki, uşaqların hər birini milli mənəvi dəyərlər ruhunda tərbiyə etməliyik. Onlarda bir növ vətənə, digər xalqlara qarşı məhəbbət ruhunda tərbiyə etməliyik. Digər xalqlara da hörmətlə yanaşmalıdır uşaqlar. Bundan əlavə fiziki, psixi və mənəvi sağlamlığının qorunmasını təmin etməliyik biz. Uşaq ehtiyaclarının müəyyən edilməsi və ona müvafiq xüsusi, inklüziv təhsil və əlavə xidmətlərin göstərilməsi də təmin edilməlidir. Sosial-pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi, yəni hər bir uşağı daha da cəmiyyətə inteqrasiya edərək sosiallaşdırmalıyıq, onda müvafiq bilik, bacarıq və vərdişlər formalaşdırmalıyıq. Ünsiyyətini təmin etməliyik ki, onun adaptasiyasını da daha da asanlaşdıra bilək. Təhsilin baza komponentləri əsasında sosiallaşması tələbatının yaradılması qeyd olunub müəllimələr. Yəni vəzifəsi də bunlardır. Bundan əlavə müəllimələr məktəbəqədər dövr 1-6 yaş əhatə etdiyi dedik. Məktəbə hazırlıqda 5 yaşlı uşaqlar üçün zəruridir. Amma bir şey də var da, məktəbəqədər dövr əsasən 2 meyara bölünür də, 2 hissəyə bölünür. Bir var erkən məktəbə qədər dövr, bir də var ki, böyük məktəbə qədər dövr. Erkən məktəbə qədər dövr 1-3 yaş əhatə eləyir müəllimələr, böyük məktəbə qədər dövr isə 3-6 yaş əhatə eləyir. Bunu qeyd eləyərsiniz. Bundan əlavə biz bilirik ki, müəyyən qruplarımız da var məktəbə qədər müəssisələrdə. Körpələr qrupu, orta qrup, böyük qrup və məktəbə hazırlıq qrupu. Bunu da qeyd eləyərsiniz müəllimələr. Bildiyimiz kimi birinci körpələr qrupu 1-2 yaş əhatə edir. İkinci kiçik qrup isə, yəni ikinci körpələr qrupu 2-3 yaş əhatə edir. Orta qrup müəllimələr 3-4 yaş əhatə edir. Böyük qrup 4-5 yaş əhatə edir və məktəbə hazırlıq qrupu 5-6 yaş əhatə edir. Demək, bunu da qeyd elədik. Həmçinin bağçada qruplar var. Bilirik ki, bu qrupda da hər bir qrupun müvafiq olaraq bir növ uşaqların sayı mövcuddur. 1-2 yaş və 2-3 yaşda uşaqların sayı 15 nəfər olur. Amma 3-4, 4-5 və 5-6 yaşda orta qrupdan, yəni məktəbə hazırlıq qruplarına qədər uşaqların sayı 20 nəfər olur. Yəni kiçik qrupda 15 nəfər olur. Orta qrupdan məktəbə hazırlığa qədər isə 20 nəfər olur. Amma qarışıq qrupda var, bildiyimiz kimi. Qarışıq qruplarda isə 1-3 yaşda 10 uşaq olur. 3-6 yaşda isə 15 uşağı əhatə edilir. Deyə bilərsiniz ki, niyə azaldı ki, qarışıq qrupda uşaqların sayı digərində 15 idi, indi 10 nəfərdir. Yəni bilirik ki, yaş qrupları müxtəlif yaşda, eyni yaşda olan uşaqlar olmurlar, müxtəlif yaşdan olurlar. Ona görə də yaş müxtəlif olduğuna görə bu say azalmış olur müəllimələr. Daha sonra gəldik biz nəyə? Məktəbəqədər təhsilin təşkili 4 istiqamətdə aparılır bildiyimiz kimi. Bunlar fiziki hazırlıq, şəxsiyyət yönümlü hazırlıq, intellektual hazırlıq və sosial hazırlığı əhatə eləyir. Fiziki hazırlıq dedikdə biz bir növ uşağın fiziki inkişafı da, yəni gəzməsi, qaçması, motor bacarıqlarının formalaşdırılması. Fiziki hazırlığa həmçinin motor bacarıqlarının inkişafı da daxildir. Biz burada bildik ki, böyük motor bacarıqları və kiçik motor bacarıqları daxildir. Böyük motor bacarıqlarına əsasən ayaq hərəkətləri nəzərdə tutulur. Amma kiçik motorika isə gövdədən yuxarı hissə, yəni əl əzələlərinin hərəkəti nəzərdə tutulur. Bunu da qeyd eləyərsiniz. Fiziki hazırlıq dedikdə biz bildik ki, uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin hərəkət fəaliyyətinin,
Xüsusilə də xırda motorikanın inkişafı fiziki fəaliyyətin bir növ təşkilidir. Yəni fiziki hazırlıq həmçinin biz bildiyimiz kimi inkişaf sahələrimizdən fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinə əsaslanmış olur. Fiziki hazırlıqda uşaqların bir növ uşaq orqanizminin sağlamlığı, möhkəmlənməsi, uşağın gəzməsi, qaçması, hərəkət etməsi, yəni sağlamlığının bir növ təmin edilməsi əsas götürülür. Şəxsiyyət yönümlü hazırlığa gəldik müəllimələr. Şəxsiyyət yönümlü hazırlıqda da uşaqlarda müstəqillik, məsuliyyətlilik, fəallıq, təşəbbüskarlıq, daha sonra başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq, ünsiyyətin, özünə qiymətləndirmənin formalaşdırılmasıdır. Yəni şəxsiyyət yönümlü hazırlıq dedikdə uşaqlarda müstəqillik, məsuliyyət, təşəbbüskarlıq kimi başqasının dərdlərini dinləmək, bundan əlavə özünə qiymətləndirmə formalaşdırılır, ünsiyyət formalaşdırılır, uşaqlara qaydalara riayət etmək bacarıqları formalaşdırılır. Daha sonra isə intellektual hazırlıq gəlir müəllimələr. İntellektual hazırlıq dedikdə bir növ bizim idrakımız, zehnimiz, yəni dərk edə bilmə qabiliyyətimiz əsas götürülür də. İntellektual hazırlıqda həmçinin bizim inkişaf sahələrimizdən idraki inkişaf sahəsinə əsaslanır müəllimələr. İntellektual hazırlıqda obrazlı təfəkkürün, təxəyyülün, daha sonra yaradıcılığın, məntiqi təfəkkürün inkişafı təmin edilir. İdraki fəaliyyət vasitələrinə həmçinin burada biz bildiyimiz kimi müqayisə etmədir, sintez, analiz, ümumiləşdirmə, qruplaşdırma, təsnifat, siniflərə ayırma kimi bacarıqlar formalaşır. Həmçinin burada ana dilinə və nitqin əsas formalarına, dialoq, monoloq və digər spesifik uşaq fəaliyyəti növlərinin bir növ daxilində təlim sistemlərindən. Həmçinin biz burada intellektual hazırlıqda bir növ estetik və yaradıcı inkişaf sahəmizdə görə bilirik. Nəyə görə? Çünki burada bildiyimiz kimi, baxın, quraşdırma, rəsm, yapma və müxtəlif oyunlara yiyələnmək də təmin edilir. Yəni həmçinin estetik zövq də formalaşdırılır burada uşaqlarda. Quraşdırma, rəsm, yapma, biz bildik ki, bu bir növ təsviri fəaliyyət məşğələsinə də daxildir. Yəni intellektual hazırlıq dedikdə əsasən bir növ idraki inkişaf sahəsi, yəni idrakımız, zehnimiz əsas götürülür, dərk edə bilmə qabiliyyətimiz. Biz bura müqayisə etmə, sintez, analiz, ümumiləşdirmə, qruplaşdırma, daha sonra təhlil, tərkib, təsnif etmə, bundan əlavə induksiya, deduksiya, yəni bu kimi bacarıqlar bu dövrdə uşaqlarda formalaşdırılır. Dialoq, monoloq. Daha sonra isə gəlir sosial hazırlıq müəllimələr. Sosial hazırlıqda bir növ burada sosial-emosional inkişaf sahəmizdə də əsaslanır. Yəni yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin birlikdə inkişafı təmin edilir. Yəni vətənpərvərlikdir, humanistlikdir, azərbaycançılıqdır, digər millətlərə hörmət ruhunda uşaqların tərbiyə edilməsidir bir növ. Bildiyimiz kimi burada uşaqlarda yüksək əxlaqi təsəvvürlər formalaşdırılır, vətəndaşlıq hissləri formalaşdırılır. Yəni daha çox cəmiyyətə inteqrasiya nəzərdə tutulur, cəmiyyətə sosial uyğunlaşma, adaptasiya nəzərdə tutulur. Bundan əlavə müəllimələr biz keçdik məktəbəqədər təhsilin məzmunu, bildiyimiz kimi didaktik prinsiplər var məktəbəqədər təhsilin məzmununu müəyyən edən. Bu prinsiplərdə 9 dənə əsas prinsipimiz var müəllimələr. Bunlar daxildir uşaq yönümlülük, inkişaf yönümlülük, tələb yönümlülük, daha sonra nəticə yönümlülük, varislik, inteqrativlik, azərbaycançılıq, dünyəvilik və şəxsiyyət yönümlülük müəllimələr. 9 dənə əsas prinsipimiz oldu müəllimələr. Həmçinin mən burada açar sözləri də qeyd eləmişəm. Yəni bunları bilsəz sizin üçün daha asan, daha rahat olacaq testi tapmaq, daha asanlıqla mənimsəyə biləcəksiniz açar sözlərlə. Bura kimi aydın oldu müəllimələr. Qeyd edərdiniz də fikirlərinizi. Bəli müəllimə, aydındır. Aha, lap yaxşı müəllimə. Aha, indi keçdik biz didaktik prinsiplərimizə. Bildik ki, 9 dənə prinsipimiz oldu. Uşaq yönümlülük prinsipi.
Uşaq yönümlülük prinsipi dedikdə nə başa düşürük? Yəni burada bilirik ki, təhsilimiz daha çox əvvəllər uşaqların meyil maraqlarını nəzərə almırdı. Yəni daha çox müəllim yönümlü idi, avtoritar üslubu idi. Amma indi daha çox yəni təhsilimiz bir növ tələb edir ki, biz uşaqların meyil maraqlarını, potensiallarını nəzərə almalıyıq və ona uyğun olaraq təlimi təşkil etməliyik. Əvvəl daha çox avtoritar üslubu idi, yəni önəm vermirdik uşağın maraqlarına. Ona görə də dərs prosesi daha çox keyfiyyətsiz olurdu müəllimələr. Amma indi daha çox demokratik üslubdur. Buna görə də biz dövrlə ayaqlaşaraq, hər bir uşağın marağını, istəyini nəzərə alaraq ona uyğun təlimimizi təşkil edirik. Uşaq yönümlülük dedikdə görürük ki, təlim-tərbiyə prosesində bilavasitə uşağın meyil və marağının, daha sonra təhsil tələbatının ödənilməsinə, istedad potensiallarının reallaşdırılmasına və inkişafına yönləndirilməsidir. Yəni burada açar-söz kimi görürük ki, müxtəlifliyi nəzərə almalıyıq, seçim verməliyik uşaqlara, potensial imkanlarını nəzərə almalıyıq, maraqlarını nəzərə almalıyıq, yaş səviyyəsini nəzərə almalıyıq. Yəni uşaq yönümlülüyü təmin etmək üçün bir növ biz vizual, əyani vasitələrdən, daha çox vizual deyək, audial deyək, materiallardan istifadə etməliyik. Dərs prosesini daha keyfiyyətli, daha maraqlı şəkildə təşkil etmək, uşaqları dərs prosesinə cəlb etməliyik ki, uşaqlar üçün daha maraqlı olsun mövzular, daha əyləncəli olsun ki, uşaqların da qavraya bilməsi daha asan olsun. Daha sonra isə inkişaf yönümlülük prinsipimizə gəldik müəllimələr. İnkişaf yönümlülük də bildik ki, idrak fəallığının təmin edilməsidir. Yəni bir növ dərs prosesi zamanı biz hər bir uşağın bir növ hansı bacarıqlara, hansı nailiyyətlərə yiyələndiyini bilirik, hansı uşağın hansı səviyyədə olduğunu biz müəyyən edə bilirik. Və hər bir uşağı dərs prosesi zamanı, məsəl üçün rəsm bacarığı, yəni hər bir uşağa bir dənə rəsm veririk ki, bunu rəngləsin. Biz uşağın nailiyyətlərini qiymətləndirdikcə, dəyərləndikcə uşaq daha da motivasiya olur, daha da bir növ inkişafı təmin edilir. Amma biz uşağın nailiyyətini qiymətləndirməsək, bu zaman uşaqda bir növ passivlik olur da, marağı azalır. Ona görə də biz uşaqların inkişafını mütəmadi olaraq qeyd etməliyik, müəyyən qeydlər aparmalıyıq. İnkişaf yönümlülük dedikdə uşaqların idrak fəallıqlarının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin edilməsi əsas götürülür. Bura daxildir uşaqların şəxsi inkişafını izləmək, qiymətləndirmə aparmaq, nailiyyətlərin təhlili. Yəni biz uşaqların nailiyyətini qiymətləndirdikcə daha da uşaqlar motivasiya olurlar, daha da bir növ maraqlı olur onlar üçün mövzular. Daha sonra isə tələb yönümlülük prinsipinə gəldik müəllimələr. Tələb yönümlülük odur ki, ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması. Yəni tələb yönümlülük dedikdə bir növ biz dövrlə ayaqlaşmalıyıq, müasir metodlardan, yanaşmalardan, texnologiyalardan istifadə, İKT-dən istifadə etməliyik, informasiya texnologiyalardan istifadə etməliyik, kompüterdən, rəqəmsallıqdan istifadə etməliyik ki, biz dövrlə ayaqlaşaq. Bildiyimiz kimi indiki dövrümüz daha çox 21-ci əsr bacarıqları formalaşdırmalıyıq uşaqlarda. Tələb yönümlülük dedikdə biz bildik ki, dəyişən tələblərin nəzərə alınmasıdır. Yəni fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması. Yəni müasir tələblərə cavab vermək çevik şəkildə dövrlə ayaqlaşmaq nəzərdə tutulur. Daha sonra isə müəllimələr gəldi prinsipimiz nəticə yönümlülük didaktik prinsipimizə. Təlimin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi. Yəni bura daxildir əvvəlcədən məşğələnin məqsədini qurmaq, əvvəlcədən dərsi müəyyənləşdirmək, yaş səviyyəsinin sonunda nəticə əldə etmək. Məsəl üçün biz buna nə olaraq nümunə deyə bilərik? Nəticə yönümlülük dedikdə, məsəl üçün müəllim gəlir dərsə hazırlıqsız, nə keçəcəyini, hansı mövzunu keçəcəyini belə bilmir və yaxud da dərsi mövzunu unudub gəlir. Bu zaman müəllim nəticə yönümlülük prinsipini bir növ pozmuş olur. Çünki nəticə yönümlü müəllim hər şeyi əvvəlcədən planlı, sistemli şəkildə müəyyən etməlidir.
hər bir vəsaitini, materialını müəyyən etməlidir, dərsin, daha sonra mövzusunu müəyyən etməlidir, məqsədini, dərs prosesi zamanı nələr edəcəyini əvvəlcədən müəyyən etməlidir, hazırlıqlı olmalıdır ki, sonda nəticəyə çata bilsin. Yəni, əvvəlcədən planlı olmalıdır ki, sonda da, yaş səviyyəsinin sonunda da nəticə əldə edə bilsin. Daha sonra isə müəllimələr varislik didaktik prinsipimiz gəlir. Varislik də bildik ki, yaş qrupları üzrə sadədən mürəkkəbə doğru, yəni biz uşağa birdən-birə çətin tapşırıqlar, çətin fəaliyyətlər verə bilmərik. Hər bir uşağın da yaş səviyyəsinə uyğun olaraq biz tapşırıqları tədricən sadədən mürəkkəbə doğru çətinləşdirməliyik. Yəni elə uşaq var ki, məsəl üçün tərbiyəçi orta qrupa məktəbazlıq qrupunun mövzusunu keçir. Bu zaman bu düzgün olmur axı. Uşaq bunu dərk eləyə, qavraya bilməyəcək. Ona görə də burada varislik prinsipi bir növ pozulmuş olacaq. Yəni varislik dedikdə müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlaması nəzərdə tutulur. Yəni bura dərsi sadədən mürəkkəbə doğru keçməliyik. Daha sonra yaş səviyyəsinin mövzu ilə eyniliyini qorunmasıdır. Məsəl üçün, tərbiyəçi uşaqları bir növ yaşına uyğun olmayan bir mövzu keçirsə, bu zaman uşaq heç bir şey dərk etməyəcək, anlamayacaq. Yəni onun üçün heç bir mənası olmayacaq o dərsin. Yəni tərbiyəçi dərs keçən zaman əsasən mütləq şəkildə uşaqların yaş səviyyələrini nəzərə alaraq mövzunu sadədən mürəkkəbə doğru keçməlidir. Yəni durub zəif uşağa tərbiyəçi mürəkkəb bir tapşırıq verə bilməz. Ona görə də hər bir uşağın bir növ diferensiallığı da qorumalıyıq biz. Hər bir uşağın öyrənməsinə əsasən mövzunu sadədən mürəkkəbə doğru çətinləşdirə bilərik. Daha sonra isə inteqrativlik gəlir, müəllimələr. Inteqrativlik də təlimin məzmun komponentlərinin əlaqələndirilməsi nəzərdə tutulur. Yəni inteqrativlik sizdən soruşsa nədir? Əlaqələndirmə deyəcəksiniz. Bura mövzuları əlaqələndirmək, inteqrasiya etməkdir. Yəni inteqrativlik dedikdə odur ki, məsəl üçün mən uşaqlara çiçəklər, güllər mövzusunu keçirəm və bu zaman uşaqları bağçanın həyətyanı sahəsində ekskursiya təşkil edirəm. Uşaqları bağçada olan, bağçanın həyətyanı sahəsində olan güllərlə, çiçəklərlə, meyvə və tərəvəzlərlə tanış edirəm. Bu zaman mən nəyi qorumuş oldum? Bu zaman mən inteqrativlik prinsipimə riayət etmiş oluram. Çünki bir növ mövzunu əlaqələndirirəm. Bu zaman dərs prosesini daha asan şəkildə mənimsənilir. Uşaqlar daha asan şəkildə qavrayırlar mövzunu əlaqələndirdikdə. Bundan əlavə Azərbaycançılıq didaktik prinsipimiz gəlir, müəllimələr. Azərbaycançılıq dedikdə də uşaqların vətənpərvərliyi ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaşlıq mövqelərinin formalaşdırılması, Azərbaycan xalqının dilinə, dininə hörmət ruhunda tərbiyə etmək, həmçinin Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət ruhunda formalaşdırılmasıdır. Yəni, Azərbaycançılıq odur ki, biz hər bir uşaqda humanistlik, vətənpərvərlik hisslərini formalaşdırmalıyıq, digər millətlərə hörmət, öz xalqımızın adət ənənələrini qoruyub saxlamalıyıq, dilinə hörmətlə yanaşmalıyıq. Biz burada Azərbaycançılıqda uşaqlarda fəal vətəndaşlıq mövqeyi, milli iftixar hissi kimi formalar, bir növ milli iftixar hissini formalaşdırmış oluruq müəllimələr. Yəni milli kimliyin dərki bura daxildir, rəmzlər bura daxildir, bayrağımız bura daxildir, himnimiz, gerbimiz bura daxildir, Azərbaycançılıq, yəni türkçülük kimi hisslərimiz Azərbaycançılıq didaktik prinsipimizdə öz əksini təxmiş olacaq müəllimələr. Bundan əlavə dünyəvilik didaktik prinsipimiz gəlir. Dünyəvilik dedikdə dünyaya aid olma, dini olma, dinlə əlaqəsi olmama nəzərdə tutulur. Yəni dini təbliğə yol verməməliyik, din dövlətdən ayrıdır. Yəni elə bir şey var ki, məsəl üçün biz belə qeyd eləyərik ki, sinifimizdə hər kəs öz xalqımızın millətidir. Amma digər bir xalqdan olan uşaq qrupa daxil olan zaman uşaqlar ona daha çox gülürlər, lağa qoyurlar, yəni onun fikrinə hörmətlə yanaşmırlar, onu digərlərindən seçirlərsə, bu zaman dünyəvilik prinsipini pozuruq. Məsəl üçün deyirik ki,
elə bir qrup var ki, tərbiyəçi deyir ki, qızlara, siz mütləq şəkildə hicab taxıb gəlməlisiniz. Bu düzgün deyil axı. Bu zaman biz dünyəvilik prinsipini pozmuş oluruq. Yəni dini təbliğə yol verməməliyik biz heç cürə. Din dövlətdən ayrıdır. Daha sonra isə müəllimələr şəxsiyyətiyönümlülük prinsipimiz gəlir. Şəxsiyyətiyönümlülük budur ki, biz hər bir uşağa bir şəxsiyyət kimi yanaşmalıyıq. Yəni uşaqlarda şəxsiyyətiyönümlülük dedikdə nə başa düşürük? Uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılmasını təmin edir. Həmçinin şəxsiyyətiyönümlülük didaktik prinsipimiz 4 faktordan ibarətdir. Gəlin biz indi bunlara baxaq. İdrak, ünsiyyət, psixomotor bacarıq və milli bəşəri dəyərlər. İdrak dedikdə bir növ bizim idrakımız, şuurumuz nəzərdə tutulur. Dərk etməliyik, anlamalıyıq, müəyyən bizim hafizəmiz, dərk etmə qabiliyyətimiz olmalıdır. Yəni bizim idrakımızda hafizəmiz nəzərdə tutulur. Ünsiyyət isə biz hər bir insanla ünsiyyət qururuq, diyaloqa giririk, həmçinin özümüz də tək şəkildə, müstəqil şəkildə monoloq deyirlər. Yəni diyaloq odur ki, burada iki şəxsin qarşılıqlı şəkildə ünsiyyəti təmin edilir. Amma monoloqda tək bir şəxsin ünsiyyəti nəzərdə tutulur da. Ünsiyyət dedikdə biz nitqimiz daxildir də. Yəni izah etmək, şərh etmək, fikrini ifadə eləmək bura daxildir müəllimələr. Psixomotor bacarıqlara isə biz bayaq da qeyd elədik, böyük və kiçik motor bacarıqlarımız daxildir. Psixomotor bacarıq bizim böyük motor bacarıqlarımızdır. Nəyə görə böyük motor bacarıqlardır? Çünki burada qaçmaq, tullanmaq, hərəkətlər nəzərdə tutulur. Yəni böyük motorikanın inkişafı, ayaq hərəkətlərinin, ayaq əzələlərinin inkişafı daxildir deyə biz burada böyük motor bacarıqlarının inkişafını təmin edirik. Daha sonra milli bəşəri dəyərlər gəlir, müəllimələr. Milli bəşəri dəyərlərdə də əxlaqi keyfiyyətlər, mədəni müxtəlifliyi nəzərə almalıyıq. Yəni digər xalqlara hörmətlə yanaşmalıyıq. Həmçinin uşaqlarda əxlaqi keyfiyyətlər, humanistlik, xeyirxahlıq, dostluq, yardımlaşma kimi mənəvi keyfiyyətlər formalaşır uşaqlarda. Bundan əlavə şəxsiyyətiyönümlülük və azərbaycançılıq arasında yəni bir fərq də var. Azərbaycançılıqda biz bildik ki, burada biz bir növ vətənpərvərlik, vətəndaşlıq hisslərini formalaşdırırıq. Amma biz şəxsiyyətiyönümlülükdə də buna rast gələ bilərik. Necə aid eləyir? Yəni şəxsiyyətiyönümlülük odur ki, məsəl üçün deyir ki, Elnur dərs prosesi zamanı bir növ himnimizi gözəl səsləndirdi və yaxud da ki, bir növ deyə bilərik ki, əxlaqi keyfiyyətlər formalaşır dedik. Məsəl üçün necə deyə bilərik şəxsiyyətiyönümlülükdə? Məsəl üçün deyə bilərik ki, Gülnar dərs prosesi zamanı Azərbaycan xalqının necə vətənpərvər, necə humanist bir xalq olduğunu qeyd eləyir. Himnimizi gözəl səsləndirir. Bu zaman biz tək bir nəfərdən gedir deyə şəxsiyyətiyönümlü götürürük. Yəni tək bir şəxsdən söhbət gedirsə, biz şəxsiyyətiyönümlülük nəzərdə tutuluq. Amma ümumilikdə bütün sinifi nəzərdə tutuluqsa, bu zaman biz uşaqyönümlülük nəzərə almış olacağıq. Yəni bu iki prinsip arasındakı əsas fərq budur müəllimələr. Yəqin ki, bura qədər aydın oldu müəllimələr, eləmi? Buradasınız müəllimələr. Müəllimə aydındır. Yəni mövzumuz bu qədərdir. Necə keçdi dərsimiz? Çox sağ olun, aydın dərs. Lap yaxşı müəllimə.